Verilişimizin hüququnu bil bölməsinin qonağı Baş Prokurorluğun Prokurorluqda İstintaqə Nəzarət İdarəsinin prokuroru Teymur Mövsümovdur. Teymur bəy, xoş gəlmişsiniz. Ailəçi münaqişə hansı hallarda cinayət sayılır? Cinayət, Cinayət Məcəlləsi ilə cəza təhdidi altında qadağan olmuş ictimai təhlükəli əməldir. Yalnız Cinayət Məcəlləsində nəzərdə tutulmuş ictimai təhlükəli əməlin hərəkət və hərəkətsizliyin törədilməsi cinayət məsuliyyətinə səbəb olur. Deməli, ailə məişət zəminində baş vermiş hadisə o halda cinayət hesab oluna bilər ki, həmin əməl birbaşa Cinayət Məcəlləsində nəzərdə tutulsun. Bu əməllərə, ailə məişət zəminində baş verilmiş hadisələrə misal olaraq qəsdən adam öldürmə, ailə məişət zəminində qəsdən adam öldürmələr, qəsdən müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirilməsi, qanunsuz azadlıqdan məhrum etmə, əzab vermə və bu kimi digər cinayətləri aid etmək olar. Qadın və uşaq hüquqlarının pozulması qanunla necə təmin olunur? Azərbaycan Respublikasında həmin sahədə çoxlu sayda qanunvericilik aktları mövcuddur. İlk növbədə Azərbaycan Respublikasının konstitusiyasını qeyd etmək olar. Daha sonra Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, o cümlədən ölkə daxili normativ hüquqi aktları, məsələn, məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının qanunu, uşaq hüquqlarının qorunması haqqında qanunu və s. Bütün bu aktlarda qeyd edilmiş normalar qadın və uşaqların hüquqlarının səmərəli müdafiəsi sistemini təşkil etməklə onların istənilən hüquqa zid əməllərdən, qəsdlərdən qorunmasını təmin edir. Ailə münaqişəsi nəticəsində baş verən fiziki xəsarətlə ölüm hallarının məsuliyyəti necədir? Yəni fərqlidir? Təbii ki, baş vermiş ictimai təhlükəli nəticədən fərqli asılı olaraq Cinayət Məcəlləsində müxtəlif maddələr nəzərdə tutulur. Məsələn, ailə məişət münaqişəsi şəxsin ölməsi ilə nəticələnirsə, bu halda əməlin qəsdən və ehtiyatsızlıqdan törədilməsindən asılı olaraq Cinayət Məcəlləsinin 120 və ya 124-cü maddələri ilə tövsif edilir. Əgər ailə məişət zəminində baş vermiş hadisə tərəflərdən birinin xəsarət alması ilə nəticələnirsə, belə olan halda xəsarətin dərəcəsindən asılı olaraq Cinayət Məcəlləsinin müvafiq maddələri ilə tövsif edilir və cinayət məsuliyyətinə səbəb olur. Mühafizə order sistemi praktikada necə işləyir? Hansı problemlər var qanunvericilikdə? Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının qanununa əsasən mühafizə orderi məişət zorakılığına yol vermiş şəxsin zərərçəkmiş şəxsə münasibətdə müəyyən hərəkətlərin edilməsinin qadağan olmasını, məhdudlaşdırılmasını nəzərdə tutulan aktdır. Həmin qanuna əsasən mühafizə orderinin iki növü fərqləndirilir. Qısa müddətli və uzun müddətli mühafizə orderləri. Qısa müddətli orderlər yerli icra hakimiyyəti orqanları tərəfindən verilir. Qısa müddətli orderin müddəti 60 günədək nəzərdə tutulur. Uzun müddətli orderlər isə yerli icra hakimiyyəti orqanının, həmçinin prokurorun müraciətinə əsasən məhkəmələr tərəfindən verilir və 180 gün müddətinədək nəzərdə tutulur. Orderi pozan şəxsə inzibati cəza yoxsa cinayət cəzası? Uzun müddətli orderin verilməsi məhkəmə qətnaməsi əsasında həyata keçirildiyi üçün orderdəki qadağaların pozulması, hərəkətlərin edilməsi məhkəmə qətnaməsinin icra edilməməsi kimi dəyərləndirilə bilər. Belə olan halda şəxs Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilə bilər. Neçə il azadlıqdan məhrum olunur? Həmin maddənin sanksiyasına əsasən şəxs 3 ilədək azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilə bilər. Ailə münaqişəsi uşaqların gözü qarşısında baş verirsə, bu cinayət məsuliyyətini artırır? Ümumilikdə bu suala cavab vermək üçün konkret cinayət hadisələri nəzər salmaq lazımdır. Məsələn, biz qəsdən adam öldürmə cinayətlərini, ailə məişət zəminində baş vermiş qəsdən adam öldürmə cinayətlərinə nəzər salsaq, bəli, uşaqların, hətta digər yaxın qohumlarının gözü qarşısında həmin cinayətin törədilməsi məsuliyyəti ağırlaşdıran haldır. Nəyə görə? Çünki belə olan halda
digər şəxslərə əzab, istirablar verilir. Bu da həmin əməlin xüsusi amansızlıqla törədilməsinə dəlalət edir. Təbii ki, bütün bu hallar digər hallarla yanaşı qiymətləndirilir və yekunda qərar qəbul edilir. Bu kimi hallarda prokurorluq uşaqların psixoloji təhlükəsini necə təmin edir? Cinayət hadisəsinə şahid olmuş uşaqlar yaşından asılı olmayaraq, əgər baş vermiş hadisəni dərk etmək və ifadə vermək iqtidarındadırlarsa, ibtidai araşdırma zamanı şahid qismində dindirilir. Belə olan halda onun yaşı, fərdi və psixosiyyətləri nəzərə alaraq müəllimin, psixoloqun, həmçinin valideynin və digər qanun nümayəndəsinin iştirakı təmin olunur və istənilən halda ibtidai araşdırma zamanı zəruri sübuti əhəmiyyət kəsb edən məlumatların əldə edilməsi ilə yanaşı, təbii ki, ilk növbədə həmin şəxsin psixi durumu, psixoloji vəziyyəti nəzərə alınır. Bir çox hallarda hadisələr affektiv vəziyyətində törədilir. Affekt güclü ruhi həyəcan deməkdir. Affektin iki növü fərqləndirilə bilər. Fizioloji affekt, patoloji affekt. Patoloji affekt cinayət məsuliyyətini istisna eləyir. Bu deməkdir ki, şəxs öz hərəkətlərini dərk etmir, onları idarə edə bilmir. Fizioloji affekt isə fizioloji affekt vəziyyətində şəxs cinayət məsuliyyətinə cəlb olunur, lakin o öz hərəkətlərini tam idarə edə bilmir. Təbii ki, əməli törədən şəxsin psixoloji vəziyyəti onun cinayət məsuliyyətinə cəlb edilərkən nəzərə alınır və hətta cəza təyin edilərkən də nəzərə alınır. Hüquqi olaraq hansı preventiv, yəni qabaqlayıcı tədbirlər mövcuddur ki, bu cinayət hadisəsinin qarşısı alınsın? İlk növbədə vaxtında aidiyyəti hüquq mühafizə orqanları və hətta digər dövlət orqanlarına müraciət etmək ki, daha ağır nəticələrə səbəb olan cinayət hadisəsinin qarşısını alınsın. Ailə daxilində baş verib ifadəsi bəzi hallarda yüngülləşdirici cinayət məsuliyyətinə gətirib çıxarda bilir, yoxsa yox? Yəni, cinayət məsuliyyətini yüngülləşdirir? Hadisənin ailə daxili xarakter daşıması cəzanı yüngülləşdirən hal deyildir. Düzdür, bəzi hallarda ibtidai araşdırma aparılarkən hadisələrin ailə məişət zəminində baş verməsi, qohumlar arasında baş verməsi barışığa gətirib çıxarır. Zərər çəkmiş şəxslər, əməli törətmiş şəxsin barışığına gətirib çıxarır və belə olan halda isə bəli, barışıq yüngülləşdirən hal kimi nəzərə alına bilir. Amma özü-özlükdə hadisənin ailə məişət zəminində baş verməsi cəzanı ağırlaşdıran hal deyildir. Çox sağ olun Teymur müəllim gəldiyinizə görə. Xatırladaq ki, bugünkü qonağımız Azərbaycan Respublikasının Baş Prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin prokuroru Teymur Mövsümov idi.